Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə To-Do'nun UI-dan silinməsi haqqında danışacağıq. Yəni bu silmə butonuna vurduğumuz zaman buna uyğun To-Do UI-dan silinmiş olacaq. Bir növbət dərsdə isə təbii ki, bunu lokaldan da silmiş olacağıq. İlk öncə hal-hazırda dediyim kimi UI-dan silməni etmiş olacağıq. Elə isə gəlin keçək bura. Ctrl B edirəm, bağlayıram sol tərəfi. Baxın, biz burada bölüşdürməni refresh edirəm. Burada To-Do'larımız var. Biz burada bölüşdürməni, yəni bu UL üzərində bir event yazmışdıq, elə deyil və burada bölüşdürmə etmişdik. Əgər bu ikona klik olunubsa, edit olunacaq. Yəni buna klik olunanda bura gələcək, elə deyil. Yox, əgər buna klik olunsa, artıq bu hissəni yazmalıyıq. Buna klik olunubsa, deməli biz buna uyğun, bu ikona uyğun UL-ni buradan silmək istəyirik. UL-in içərisindən silmək istəyirik. Bu bölüşdürmə də bizdə, baxın, RAM funksiyasının içərisinə gələndə task listdə burada deməli handle to do action funksiyası təyin olundu, belə deyil. Yəni to do task list üzərində klik olduğu zaman bu funksiya işə düşür. Bu funksiyanın da içərisinə gəlib baxanda biz burada bölüşdürmə etmişik. Əgər yTarget-in class listində fa-pen klası varsa, deməli bu update butonuna klik olunubdu bu zaman. Ona görə də update to do'ya yönləndirdik. İndi gəlib burada else if yaza bilərik. Else if yazıram. Əgər, baxın, yenə bunu buradan kopya eləyirəm. Bunu buradan Ctrl-C eləyirəm. Buraya yapışdırıram. Amma fa pen olmayacaq da artıq bura. Bura nə olacaq? Gəlin bura baxaq. Bizim bu remove iconun içərisində baxın bu vardı da, elə deyil. Bunu edit'i də update'in belə deyək də ilk dərsində daha ətraflı izah etmişdim. Fat trash can yazılıb, belə deyil. Bunu Ctrl-C eləyirəm. Əgər bu varsa DOM token listinin içərisində, deməli remove-a klik olunub da. Bunu gətirib yapışdırıram bura. Əgər bu varsa, burada mötərizə açıram. Yazıram nə? Düz yazmadıq bunu biz. Niyə bu formada oldu? Baxaq bir dənə. Bizcə dəqiqə. Hə, bunun içərisində niyə yazırıq ki biz bunu? Bura yazmalıyıq. Burada yazırıq. Baxın, bu mötərizə if-indir. Gəlib bura yazacağıq nə? İndi delete funksiyalarına yönəltməliyik. Burada update to do'ya yönləndirdik. Burada da delete yazaq. Ümumi funksiya yazaq yenə. Delete to do yazaq bura. Və buna da yeni də buna da parametr kimi verək. Çünki istifadə edəcəyik burada. Delete to do'nu yazdıq burada, elə deyil. Burada işimiz yekunlaşdı bizim. İstəyirsiniz gəlin bura. Bu funksiyaya yönəlsin. Bunu da Ctrl-KC eləyək hələ ki. CLG deyib yeni targetin yazaq. Ctrl-S eləyəcəm. Baxın, konsola gəlirəm. Buna klik olunduğu zaman i iconunu qaytardı bizə. Baxın, bunu qaytardı. Buna klik edirəm, bunu qaytardı. Buna klik edirəm, bunu qaytardı. Aydındır. Yəni buna artıq remove iconuna klik etdiyimiz zaman müəyyən bir iş görmüş olduq. Yəni bunun içərisinə daxil olur. Bura daxil olur. İndi isə bunu buradan silirəm və gəlirik bunu Ctrl-K eləyib açırıq. Artıq gəlirik aşağıya. Aşağıda indi bu funksiyanı təyin edəcəyik. Bunu da bağlaya bilərik hələ ki. Ctrl-S eləyirəm. Gəlirəm aşağı. Burada nə yazmışıq? To-Do'nun storage-də update edilməsi. Gəlib bunun altından yazıram. To-Do'nun deməli delete olunması, silinməsi. Burada indi ümumi funksiyanı yazacağıq biz. Baxın, ümumi funksiyamızı yazırıq burada. Delete to-do dedikdə yuxarıda elə deyil. Bura gələn yeni də elə y adı ilə tuturam mən burada. Burada artıq bölüşdürmə edəcəyik. Biz 2 dənə yenə əlavə funksiya yazmalı olacaq. Niyə görə? Bir UI-dan silmək üçün, bir də lokaldan silmək üçün. İndi hal-hazırda dediyim kimi biz UI-yi yazacağıq. Aydındır? Ona görə də gəlirəm bura, bir dənə də funksiya yazıram burada. Delete to do UI yazıram bura. Aydındır? Bu formada. Hələ ki burada qalsın. Bununla işimiz yoxdur. İlk öncə buranın içərisini doldurmalıyıq. Bizə nə lazımdır birinci növbədə? Biz ilk öncə hansı linin remove iconuna klik olunub onu seçməliyik. Aydındır? Onun üçün də gəlirəm bura, const deyirəm. Selected element deyə bilərik də. Selected element deyirəm bura. Buna mənimsədəcəm nəyi? Yeni targeti nəyi qaytarır bizə? Remove iconunu qaytarır, elə deyil. Bunun da 2 dəfə parent element çıxanda, baxın, divə çıxırıq, bir dənə də yuxarı çıxanda liyə gəlirik də, elə deyil. 2 dənə parent element yazacağım da, yəni bura. Parent element, bir dənə də parent element. Artıq gəlin burada CLC deyib, selected elementi də konsola yazaq. Ctrl-S edirəm. Baxın, bu ikona vururam, lini qaytarır. Bu ikona vururam, lini qaytarır. Buna vururam, lini qaytarır. Buna da vururam, lini qaytarır bizə. Aydındır? Belə. Deməli, biz bunu seçdik burada, elə deyil. İndi gəlib burada, mən bu delete UI-yi çağırım.
Baxın, delete to do UI çağırıram burada. Buna parametre olaraq isə selected elementi göndərəcəm. Ctrl-C edirəm, Ctrl-V edirəm. Buraya yapışdırdım, fikir verin. Buna parametre olaraq bunu göndərdim və gəlib aşağıda da artıq burada da alert göstərə bilərik biz. To do silindi alertini mesajını göstərə bilərik. Onu hələ ki göstərmir. Buranı yazaq, ondan sonra göstərik. Burada da selected element ki var. Artıq burada delete elementi olacaq da. Delete yəni silinməli olan elementdir. Bunu bu adla qarşılaya bilərik. Gəlin bir dəfə də buradan gələn dəyişəni fərqli adla qəbul edək. Ona görə də deleted də deyə bilərik, delete də deyə bilərik, element. İndi bu adlandırmalar siz fikir verərsiniz. Deleted yazaq istəyirsiniz. Deleted formada. Belə yazdıq. İndi gəlirəm nə edəcəm mən? Bu element gəldi bizə. Bu nədir? Li elementi gəlir də bura, elə deyil. Bu li elementinin nəyini seçməliyəm mən? Baxın, buna klik elədiyim zaman bu li elementini gətirdiyi bu funksiyanın içərisində, elə deyil. Bura gətirdi. Hətta burada gəlib eləcə deyib deleted elementi yazsa, Ctrl S edirəm. Gəlirəm bura. Buna klik etdiyim zaman baxın bunu yazdı. Buna klik etdiyim zaman bunu yazdı. Formada yazır da buna uyğun. Yəni hansı ikona klik olunubsa ona uyğun lini bizim üçün yazır. İndi gəlin burada belə bir şey eləyək. Baxın, biz bunu tapmalıyıq ki, burada hansı elementdir? Baxın, burada hansı elementdir? Birbaşa yazmayaq da. Biz gəlin burada tapaq, baxın burada tapaq bu elementi. Sonra qarşılaşdıraq, data ID-yə görə qarşılaşdıraq. Ondan sonra yazaq. Aydındır? Gəlib belə bir şey də yaza bilərsiniz. Burada məsələn delete elementi yazıram, remove. Remove yazaq. Baxın, Ctrl S eləyirəm. Buna klik eləyirəm. Buradan silindi. To do 2, to do 2-ni sildim buradan, to do 3-ü sildim buradan, to do 4-ü sildim buradan. Aydındır? Bu formada da olar əslində. Baxın. Application-a gəlirəm. Refresh eləyirəm. Baxın, to do 1-i silmək istəyirəm UI-dan. Buna klik etdim. To do 1 silindi buradan. To do 2-ni silmək istəyirəm. Buradan bu formada silindi. Aydındır? Amma mən indi bu formada yazmıram. Gəlin biraz fərqli formada yazaq. Data ID-dən istifadə eləyərək yazaq bunu. Onun üçün də nə edə bilərəm? Baxın. Gəlib belə bir şey eləyə bilərik burada. Mən ilk öncə bu liləri əlavə etdiyim zaman hər bir lidə task ID-si olur, klası olur da, elə deyil. Bunu query selektorundan seçsəm, mənə nə qaytaracaq? DOM token list qaytaracaq da. Gəlin bunları seçək. Let deyirəm. Məsələn, deməli, elementlər yaza bilərik də, elements yazaq buna. Buna mənimsədək nəyi? Deməli, dokument içərisində query selektor all-la seçirəm. ID, class olduğum burada deməli task ID-si, daha doğrusu class olduğunu deməliyik burada. Task class ilə seçirəm. Elə deyil. Query selector all document burada vergül yazmışıq. Bunu nöqtə eləməliyik. Gəlir indi bunu cələcə deyib elementsi əgər yazsam bura, elementləri yazsam konsola, gəlirəm konsola keçirəm. Buna klik eləyirəm. Baxın, node list qaytarır bizə. Burada olan elementlərin hər birini qaytardı da bizə, elə deyil. Və bu elementin hər birinin burada baxmayaq indi. Baxın, bu elementin hər birinin data ID-si var da, elə deyil. Gəlin belə bir şey eləyək. Baxın, bu elementin üzərində əgər DOM token list isə bunun üzərində birbaşa for each ilə fırlana bilərəm mən. Birbaşa fırlana bilirəm. Aydındır? Ona görə də yazıram element üzərində for each yazıram. For each yazdım. Burada funksiya kimi yazırıq bunu. Hər birin elementi olaraq seçək. Element olaraq seçək. Hər birinin seçəcəyik də artıq elə deyil. Birinci boolean'i seçəcəyik, sonra bunu bu formada davam edəcəyik. Mən gəlib burada yoxlama aparacağam. Əgər bu delete element ki var burada. Bunun da gəlin data ID-sini seçək burada. Let deyirəm. Delete element ID yazıram bura. Buna bərabər edə nəyi? Bunu Ctrl-C edirəm. Ctrl-V edirəm. Buraya yapışdırıram. Deleted element, yəni mənə gələn elementin linin get attributundan nəyi gətirəcəm mən? Data ID-ni gətirəcəm. Elə deyil. Mənə qaytaracaq bunu. Amma bu mənə string olaraq qayıdır. Bunu da gəlin cələcə deyib deleted element ID-ni yazaq. Hara? Konsola. Bu for each-i də hələ ki buradan Ctrl-KC eləyib bağlayaq. Bunu yazaq hara? Konsola. Gəlib burada baxıram. Məsələn, buna klik etdiyim zaman fikir verin string olaraq qaytarır. Type of yazsaq əgər. Type of Ctrl-S edirəm. Buna klik edirəm, string olaraq qaytarır. Amma deleted element, baxın, bu string olaraq qayıtdı. Amma elementin içərisinin ID-ni seçdiyim zaman o number olaraq qayıdacaq mənə. Ona görə gəlin burada
Bunu number'a çevirək. Ctrl X eləyirəm. Parsing ilə də yaza bilərsiniz. Mən numberla yazıram elə birbaşa. Number içərisinə attım, Ctrl S elədim. Buraya yapışdırdım. Bunu da aşağı çəkək biraz. Bu formada oldu. Artıq mən silinməli olan elementin ID-sini seçdim də, elə deyil. Data ID-sini seçdim. Cavab burada yoxlama aparacağım artıq. Bu konsolda silə bilərik burada. Konsolda silə bilərik. Ctrl K eləyək, açaq bunu. Deməli, burada şərt yazacağıq artıq. If yazıram. Əgər, baxın bu delete elementlə Ctrl C edirəm, yapışdırıram bura. Əgər bərabərdirsə nəyə elementin təzədən nə ilə get attributuna yazmalıyıq biz bunu yenə number içərisində bu element üçün yazırıq artıq. Baxın bunu buradan hətta Ctrl C eləyirəm. Buraya yapışdırıram formada və element deyəcəm buna. Yəni bu element nəzərdə tutulur da. Hansı elementi tutmuşuqsa onun attributunu gətiririk bizə number'a çeviririk. Aydındır. Hətta burada number'a çevirməsəydik hər birini string olaraq da yoxlaya bilərdik çevirmədən, amma indi mən bu formada yazdım da. Əgər bərabərdirsə, onda gəl həmən elementi remove elə. Onda gəl həmən elementi nə et? Remove elə. Ctrl S edirəm. Ola bilər bu sizə uzun yol kimi gəlsin. İndi izah edəcəm sizə. Ctrl S elədim. Baxın, buna klik eləyirəm. Silindi ona uyğun element. Burada application-a da baxaq, refresh eləyirəm. Baxın, to-do 4-ü silmək istəyirəm. Vurdum, to-do 4 silindi. To-do 2-ni silmək istəyirəm. Vurdum, to-do 2 silindi. To-do 3-ü silmək istəyirəm. UI-dan silirik də hal-hazırda. Buradan silmirik. Silindi. To-do 1-i silmək istəyirəm. Bu da silindi. Refresh eləsəm bura təbii ki qayıdacaq. Çünki burada qalıb axı lokalda var. Oradan çəkib gətiririk. İndi gəlin burada da bu alertimizi də göstərək. Delete to-do'nun içərisində göstərəcək. Yəni baxın, bu ikona klik olunduğu zaman gələcək nəyə? Bu delete to-do'ya. Burada elementi seçdik, sonra delete to-do UI-ya gəlir. Burada iş qutarandan sonra artıq gəlib burada show alert funksiyamızı çağıra bilərik. Buna da nə deyək? Info deyək də. Info rəngi ilə çıxsın. Fərqli bootstrapdan rənglərə baxıb fərqli rəngdə yaza bilərsiniz. Nə olsun? To-do silindi. Elə deyil. Ctrl S eləyirəm. Gəlirəm bura, baxın. Bunu sildim. To-do silindi yazdı bura. Daha sonra to-do 3-ü silirəm buradan. Məsələn, bunu sildim. To-do silindi yazdı. To-do 4-ü silirəm buradan. Bunu da sildik. To-do 2-ni silirəm buradan. Bu da silindi. Aydındır. Refresh eləyəndə təbii ki, bura qayıdacaqlar. Aydındır. Çünki lokalda var axı ona görə. İndi növbəti dərsdə biz lokaldan silmə haqqında danışacağıq. Yaxşı, bəs burada nə etdik biz? Gəlin ən başa qayıdaq, üzərindən keçək. Baxın, hər şeyin başlanğıcı buradan oldu. Task listdə event baş verir. Event olanda bu funksiya işə düşür. Bu funksiyanın içərisində mən bölüşdürmə aparmışam. Deyirəm, əgər klik olunan elementin class listində fa_pen adında class varsa, deməli bu update ikonuna klik olunub deməkdir. Və update to do funksiyasına yönəl. Aydındır? Yox, əgər bu klik olunan elementin target həmən elementi qaytarır. Onun class listində əgər fa_can varsa, deməli bu delete ikonuna klik olunubdur. Ona görə də delete to-do'ya yönəl. İndi bunun üzərinə gələndə baxın, funksiyanın üzərində birbaşa keçmək üçün Ctrl-a basıb üzərinə gələndə fikir verin. Boş üzərinə gələndə bu formada olur. Amma Ctrl-a basılı saxlayıb üzərinə gələndə belə gəlir. Klik etdiyim zaman üstündə həmən funksiyaya aparır. Gəlir bura, delete to-do'ya elə deyil. Mən burada yeni parametr olaraq almışam axı. Target deyirəm. Bu nədir? Icon-u qaytarır. Onun parent elementi, bir dənə də parent elementi. Lini qaytardı bizə. Mənim silmək istədiyim, seçdiyim element budur da. Selected element yazdım buna. Sonra bunu parametr olaraq göndərirəm nəyə? Delete to do UI-ya. Yəni UI-dan silmək üçün yazdığım metoda parametr olaraq verdim. Bura elə deyil. Gəlirik bura. Burada nə edirik? Elementləri seçirəm mən. Bu task klassına sahib elementləri seçirəm. Query selector all da mənə nə qaytarırdı? DOM token list qaytarır. DOM token listin üzərində də mən for each-nə fırlana bilirəm. Bunu bilirik. Yox, əgər digər, daha doğrusu node list qaytarır. Node list üzərində də for each-lə birbaşa fırlana bilirəm. Amma DOM token list və ya başqalarını qaytarsaydı array from-dan onu array-yə çevirib sonra üzərində fırlana bilərdik. Mən də query selectorla seçdim ki, mənə birbaşa node list qaytarsın. Həmən node listin üzərində, baxın, hətta gəlib yazıram bura təkrardan. CLC deyib elementsi yazıram bura. Ctrl S edirəm. Baxın, buna klik edirəm, konsola baxıram, node list qaytardı. Biz də bunu keçmişik ki, node list üzərində for each-lə birbaşa fırlana bilirik. Aydındır? Bunu da buradan siləyim. Bunu seçdim. Bu element artıq bir node list elə deyil. Yəni burada nə qədər element varsa onları node list formasında mənə gətirdi. Bunu içərisində saxlayırıq. Sonra gəlirəm, delete element ID yazdım. Yəni silinməli olan elementin ID-sini seçdim burada.
Aydındır? Bu da hardan? Mənə element göndərilib də, onun get attributundan, yəni attributlarından gətirirəm nəyi? Data ID-ni. O mənə string olaraq qayıdır. Mən onu number-a çevirdim burada və bu dəyişənə verdim. Elə deyil. Sonra gəlirəm bu DOM token node listin üzərində fırlanıram. For each-lə. Hər birini element olaraq tuturam. Hər lini element olaraq tutdum burada. Sonra gəlirəm if yoxlaması eləyirəm. Deyirəm ki, burada mənim silməli olduğum elementin data ID-si var, elə deyil burada. Bu əgər bərabərdirsə, for each-lə fırlanırıq bu node listin üzərində, elementin üzərində, yəni lilərin üzərində də belə deyək. Hansı elementin, hansı linin get attributunun attributlarında data ID-si buna bərabər olsa, deməli mənim silməli olduğum element həmən elementdir. Silməli olduğum li həmən lidir. Ona görə də həmən elementi, həmən lini remove elə. Aydındır? Bunu sildik və bu yekunlaşandan sonra artıq funksiya qayıdacaq çağırıldığı yerə, bura. Və buradan davam eləyəcək. Aşağı düşəcək, show alert var burada, elə deyil. Info yazmışam, to do silindi. Bu mesajda göstərəcək. İndi biz lokaldan silmək üçün də bura yazacağıq artıq. Delete to do lokal yazacağıq ya da stories yazacağıq. Bura yazacağıq. Select elementi ona da verəcəyik. Artıq orada ona uyğun proseslər aparmış olacağıq. Aydındır? İndi bir sonraki dərsdə bunu yazacağıq. Ola bilər deyərsiniz ki, elə birbaşa delete elementi mən buradan silərdim. Yəni o da mümkündür, amma mən bu formada yazmağı seçdim də. İndi sizə də məsləhət görürəm ki, bu formada yazın. Mən istəyirəm ki, yəni burada belə deyək də qarışıq yollardan da biraz istifadə eləyək ki, bu keçilənlər sizdə möhkəmlənsin. Aydındır? Yəni bu formada yazmağı məsləhət görürəm. Təbii ki, fərqli formalarda yazmağınız da daha gözəldir, daha yaxşıdır. Özünüzdən fikir ortaya çıxarmış olursunuz. Hazır yazılanlara fokuslanıb mən də bu ardıcıllıqla gedəcəm deyə bir şey yoxdur. Özünüz fərqli yollar taparaq yazmağa çalışın. Mən burada məsələn 3 funksiyaya bölüb yazıram. Siz 4 funksiyaya, 5 funksiyaya bölün, nə bilim 2 funksiyaya bölün. Baxın da indi sizə hansı uyğunsa onu yazın. Aydındır? Amma da çox necə deyim belə çox kənara çıxmalar eləməyin də. Hətta eləsəz də olar, amma qeyd etdiyim kimi müəyyən bir ardıcıllığa uyğun irəliləməyimiz daha yaxşıdır. Amma dediyim kimi əlavələr mütləq şəkildə özünüzdən eləyin. Belə, bu da bizim UI-dan elementləri silməyimiz üçün yazdığımız funksiyadır və burada da fikir verin budur. Və buradan da gəlin bu konsolda. Buradan sildiyicə fikir verin, bunun içərisində azalır. Bunu da silsəm artıq bu formada gəlir. İndi bu konsol öncədə çağırıldığı üçün, bu remove-dan öncədə çağırıldığı üçün, harada çağırmışıq biz onu? Yuxarıda yazmışdıq. Ctrl S verməmişik, ona görə konsola yazırıq. Yuxarıda çağırmışdıq deyə yazırdı, sonra silirdi. Aydındır, ona görə orada sonuncu bir dənə görsəndi. Amma aşağıda yazsaydıq, silinib sonra çağırıldığı üçün artıq görsənməyəcəkdi. Bu da belə, bu UI-dan elementi silmək üçün yazdığımız funksiyadır. İndi növbəti dərsdə local storage-dən elementi silmək üçün funksiya yazacağıq. Növbəti dərsdə görüşək.